Bakıda Biznes Çin dili lüğəti adlı yeni nəşrin təqdimat mərasimi keçirilib. Azərbaycanda biznes yönümlü Çin dili lüğəti ölkəmizdə Çin dili tədrisi beynəlxalq ticarət və şirkətlər arası kommunikasiya sayəsində boşluğu doldurur. Tədbirdə dövlət qurumlarının nümayəndələri, alimlər, təhsil mütəxəssisləri, iş adamları və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak ediblər. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan-Çin əlaqələrinin yüksələn dinamika ilə inkişaf etdiyini vurğulayaraq bildirib ki, Çin biznes dili lüğəti ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu kitab həm bizneslə məşğul olanların, həm də gənclərin və tələbələrin istifadəsi üçün dəyərli mənbə olacaq. Gənc alim, doktorant və magistrlar cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov lüğətin əhəmiyyətini qeyd edib. O bildirib ki, bu lüğət təkcə termin toplusu deyil, həm də Çin dilini öyrənmək istəyənlərin hazırlanmasında ciddi töhfə verən bir vasitədir. Qanun nəşriyyatının aparıcı redaktoru, yazıcı İlqar Rəsul nəşrin hazırlama prosesindən danışaraq bildirib ki, məqsəd yüksək keyfiyyətli, dəqiq və praktik bir lüğət ortaya çıxarmaq idi. Bu kitab bizneslə məşğul olanlara və bu dili öyrənmək istəyənlərə fayda verəcək. Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının davamlı inkişaf kafedrasının müəllimi Ülviyə Ataşova Çin dilinin əhəmiyyətini diqqətə çəkərək vurğulayıb ki, qlobal iqtisadi mühitdə Çin dilini bilmək artıq zərurətdir. Tədbir iştirakçıları nəşri yüksək qiymətləndirərək bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Tədbirdə ənənəvi Çin çay seremoniyası təqdim olunub. Çinin dünəni, bugünü haqda video çarx göstərilib və iştirakçılara Çin rəqsi nümayiş etdirilib. Kitab sırf biznes, beynəlxalq əməkdaşlıq sahələri üzrə bu dili öyrənmək istəyənlər üçün xitab eləyir. Yəni sırf biznes məqsədli yazılmış bir kitabdır ki, bizim gənc biznesmenlərimiz üçün və yaxud da Çinlə Azərbaycan arasında işbirliyi qurmaq istəyənlər üçün, dili öyrənmək istəyənlər üçün çox rahat bir vasitə halına gətirmişik biz bu kitabı və Azərbaycanda ilk Azərbaycan dilində tərtib olunan Çin dilində lüğətdir. Mən inanıram ki, bizim gənclərimizə, gənc biznesmenlərimizə və eyni zamanda iş adamlarımıza çox böyük dəstəyi olacaqdır inkişaflarında. Ziya Hikmətoğlu, Rəsul İsayev, Səs TV.